Hər vaxtınız xeyir olsun. Günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdıracağıq. Bugün oktyabrın 14-dür və oktyabrın 15-nə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Cənub-şərq küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 dərəcə isti, gündüz isə 20-23 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələrinə gəlincə, rayonlarda hava əsasən yağmursuz olacaq, lakin gündüz bəzi şərq rayonlarında qısa müddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz isə 19-24 dərəcə isti olacaq. Dağlarda isə gecə 0-4 dərəcə isti, gündüz isə 5-9 dərəcə isti olacağı proqnozlaşdırılır.